Bugün sizə çox dadlı və asan hazırlanacaq kokoslu qurabiyə resepti təqdim edirəm. Əvvəlcə bir qaba yumurta, şəkər və vanil əlavə edib yaxşıca qarışdırdım. Sonra kərə yağı, un və qabartma tozu əlavə edib yumşaq xəmir yoğurdum. Xəmirdən kiçik toplar düzəldib yağlı kağız sərilmiş soba listinə düzdüm. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirdim. Qurabiyələr soyuyana dək kənarda şəkər pudrasının üzərinə 2 xörək qaşığı su əlavə edib qlazur hazırladım. Soyumuş qurabiyələri öncə qlazura, sonra kokosa buladım. Həm görünüşü, həm dadı çox gözəl alındı. Mütləq siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun.